May ayının 5-də YAP təşkilatının, may ayının 6-sında isə Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Göygöl rayonunda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş məktəblilər arası inşa yazı müsabiqəsi keçirildi. Bu müsabiqələrdə həm mən, həm də digər müəllim yoldaşlarım olan Fazilə müəllim və Sevinç müəllim həm nəzarətçi müəllim kimi, həm də inşaların yoxlanmasında münsif müəllim kimi iştirak etdik. Ayın 5-də keçirilən müsabiqədə qaliblər müəyyən edərək birinci, ikinci və üçüncü yerlərlə yanaşı həvəsləndirici yerlər də təyin etdik. May ayının 6-sında keçirilən müsabiqədə isə Göygöl rayonu üzrə fərqlənən 7 nəfər şagird seçilərək region mərhələsinə vəsiqə qazandı. Qürurverici haldır ki, həmin şagirdlər arasında məktəbimizin şagirdi olan mənim oğlum Atabəy də yer aldı.